Bir dənə sualımız var, onu da izahını verək. Deyir, həm sadə, həm də düzəltmə olan aşağıdakı sözləri nümunələr ilə daha yaxşı başa düşək. Bax, belə deyək də, burada köçürdü, ötürdü, uçurdu, itirdi, bir də bitirdi sözü də var, onu burada qeyd olunmayıb. Bu sözlər haqqında mən məlumat vermək istəyirəm. Bax, bu tipli sözləri gördüksə, bunları necə ayırmaq olar sadə sözdən? Bax, məsələn, deyir ki, köçürdü. Verib düzəltmə sadə. Düzəltmə yazını köçürdü. Bir var, yazı köçdü deyə bilmərik də. Deyirik ki, yazını köçürmək. Yəni, şəkildə biz maqbə qartıra bilirik rahat şəkildə. Amma quşlar köçürdü, quşlar köçdü də deyə bilərik rahat şəkildə. Ona görə də bu sadə söz kimi olur. Quşlar köçdü. Heç ona mən şəkilçisi də belə artırmıram. Digərinə baxaq, ötürdü sözündə. Məsələn, qonşuları ötürdü, yəni ötürmək istəyirdi. Ötürdü. Bir də var, quş ötürdü, quş ötdü. Sadə dildə də deyə bilərik. Sadəcə biz orada ür şəkilçisində sadalamırıq. Sadəcə deyir ki, quş ötdü. Burada artıq nədir? Yəni onu ötüb keçmək mənasında izah eləyir. Uçurdu sözündə də həmçinin bu nədir? Titanı uçurdu. Yəni biz buna uçurtmanı uçurdu deyək. Belə deyək, yəqin ki, çapda səhv gedib. Uçurtmanı uçurdu. Uçurtdu. Yəni uçurmaq istəyirdi. Amma deyir, quş uçurdu. Quş uçdu. Rahat şəkildə biz bunu deyirik də. Demək ki, quş uçurmaq istəyirdi. Deyir ki, quş uçdu. Sadə dildə. Yəni ötdü, keçdi mənası. İtirdi sözündə də həmçinin düzəltmə. Məsələn, deyirəm ki, əşyanı itirdi, itirmək. Əşyanı itirdi. Amma deyirəm ki, o yavaş-yavaş gözdən itirdi. Deyə bilərəm ki, yavaş-yavaş gözdən itdi. Heç bir orada şəkilçisini də mən ora adlandırmıram. Sadəcə deyirəm gözdən itdi. Deməli, burada sadə şəkildə anlamlı başa düşülür. Yəni, burada əgər ötüb keçmə mənasını verirsə, o sadədir və orada diqqət etmək lazımdır. Əgər biz orada quş ötürdü sözünə, ürü biz ora adlandırmasaq, sadə dildə quş ötdü, ötdü keçdi mənasıyla ifadə eləyə biliriksə, deməli bu sadədir.